Salam əziz abituriyentlər, izləyicilər. Kanalımızda hər birinizi xoş gördük. Dostlar, bugün üçbucaqlar mövzusundan üçbucağın medianı, tənböləni, hündürlüyü, medianların və tənbölənlərin xassəsi mövzusunun suallarının izahına baxacağıq. Dostlar, gəlin vaxt itirmədən elə suallarımıza başlayaq. Birinci suala baxırıq. Oturacağı AB olan bərabər yanlı üçbucaqda CD mediandır. ABC və ADC üçbucaqlarının perimetrləri uyğun olaraq 36 və 25 sm olarsa, CD-ni tapın. Dostlar, gəlin deməli bərabər yanlı dediyinə görə bərabər yanlı bir üçbucaq şəkli çəkək. Oturacaq AB-dir. Bu zaman təpə bucağına qalır C qiyməti və bizə deyir ki, CD medianı çəkilib. Dostlar, CD median dediyi üçün mediandır qarşı tərəfi 2 bərabər C bölür. Yəni AD-miz DB-yə bərabərdir. Bizə deyir ki, ABC və ADC üçbucaqlarının perimetrləri uyğun olaraq 36 və 25-dir. Onda yazırıq, perimetr ABC bərabərdir 36-ya. Dostlar, ABC-nin perimetri deyəndə AC, BC və AB tərəflərinin uzunluqları cəmi nəzərdə tutulur. Gəlin belə eləyək, biz AD-yə A desək, onda BD-miz də A qədərdir. Və yaxud da bərabər yanlı üçbucaqdan söhbət getdiyi üçün AC-yə B desəm, onda BC-miz də deməli B qədərdir. Onda dostlar, ABC-nin perimetrini yazanda 2A üstə gəlinsin 2B bərabərdir 36 yaza bilərik. Hər tərəfi 2-yə bölsəm, A üstə gəl B bərabərdir 18-ə. İndi dostlar, deyir ki, ADC-nin perimetri də 25-dir. Onda yazırıq, perimetr ADC üçbucağı bərabərdir 25-ə. Dostlar, ADC-dən söhbət gedirsə, ADC-nin tərəfləri A, B və deməli DC qədərdir. Bu da bərabərdir 25. A ilə B-nin cəmi bayaq tapdıq ki 18-dir. 18-in üzərinə nə gəlsəm 25 alaram. 18-in üzərinə 7 gəlsəm. Deməli DC tərəfinin uzunluğu 7 imiş. Bu da bizdə Y variantıdır. Keçirik növbəti ikinci suala. Dostlar, ikinci sualda deyir ki, ABC üçbucağında AY və BD parçaları O nöqtəsində kəsişir və SY-miz bərabərdir BY-yə, AD bərabərdir DC-yə və OY ilə OD-nin cəmi 5-ə bərabərdir. Bizə deyir ki, AY üstə gəl BD cəmi nəyə bərabərdir? Bunu tapın. Ümumiyyətlə dostlar, gəlin burada bir şeyə diqqət edək. SY bərabərdir BY yazıbdır. Dostlar, SY BY bərabərdirsə, deməli AY düz xətti bizdə median imiş. Median bilirik ki, qarşı tərəfi 2 bərabər C bölür. AY mediandır. Sonra digər tərəfdən AD-miz bərabərdir DC-yə. Buradan da alırıq ki, BD düz xətti mediandır ki, qarşı tərəfi 2 bərabər C bölüb. Onda dostlar, AY də BD də mediandır və medianlar O nöqtəsində kəsişir. Medianlar kəsişən zaman 2-nin 1-ə nisbətində bölünür. Yəni, AO-ya 2x desəm, bu zaman OY-miz x qədərdir. Və yaxud da BO-ya 2y desək, bu zaman OD-miz də y qədərdir. Şərtə əsasən OY ilə OD-nin cəmi bərabərdir 5-ə. Baxın, OY-miz x-dir, OD-miz də y-dir. Bunların cəmi bərabərdir 5-ə. Bizə deyir ki, AY üstə gəlinsin BD cəmi nəyə bərabərdir? Bunu tapın. Dostlar, AY-miz deməli AO ilə OY-nin cəmidir, yəni 3x-dir. BD-miz də BO ilə OD-nin cəmidir, yəni 3y-dir. Buradan 3-ü kənara çıxarıb 3 vurulsun x plus y yaza bilərəm. Bu da 3 vurulsun x-y cəmimiz 5 idi. 5-ə, bu da bərabərdir 15. Deməli, AY ilə BD-nin cəmi 15-ə bərabərdir. Bu da Y variantı. Keçirik növbəti 3-cü suala. Dostlar, 3-cü sualda deyir ki, üçbucaq ABC-də AY və BD parçaları O nöqtəsində kəsişir. SY-miz bərabərdir BY-yə, AD bərabərdir DC-yə, AY-nin uzunluğu 13-dür, BD-nin uzunluğu 8-dir, AB-miz də 10-dur. Perimetr deməli üçbucaq OY-də nəyə bərabərdir? Bunu tapın. İndi dostlar, şərtə görə SY BY-yə bərabərdir. Onda AY düz xətti BC-ni 2 bərabər C-yə bölüb. Yəni AY mediandır. Digər tərəfdən AD də DC-yə bərabərdir. Deməli BD düz xətti də AC-ni 2 bərabər C-yə bölüb. Yəni BD də mediandır. AY və BD medianları O nöqtəsində kəsişir. Və qaydaya əsasən medianlar kəsişdikdə 2-nin 1-ə nisbətində bölünür. Yəni, AO-ya 2x desəm, OY x qədərdir, BO-ya 2y desəm,
OD də Y qədər olacaq. İndi dostlar, onda yazırıq. Deməli, bizim AY-miz üstə gəlinsin BD-miz. Baxın, bunları toplayıram. AY şərtə görə 13-dür. BD də şərtə görə 8-dir. Bunları toplayanda bərabərdir 21-ə. Digər tərəfdən AY AO ilə OY-nin cəmidir. Yəni 2x-in x-in cəmi 3x eləyir. BD də BO ilə OD-nin cəmidir. 2y ilə y-in cəmi, bu da 3y. Bərabərdir bu cəm 21-ə. Hər tərəfi 3-ə bölsəm, x üstə gəl y cəmi bərabərdir 7 alıram. İndi dostlar, DY-ni axtarmağa başlayacağım. DY diqqət edirsinizsə, BC və AC tərəflərini 2 bərabər hissəyə bölür. Dostlar, əgər DY parçası, deməli, ona birləşən yan tərəfləri 2 bərabər hissəyə bölürsə, deməli, DY orta xəttdir. Orta xəttdə bilir ki, oturacağın yarısına bərabərdir. DY uyğun gəlin oturacaq AB-dir. AB 10-dursa, DY onun yarısı qədədir, olacaq 5. Baxın, bizdən perimetr üçbucaq OYD-ni istəyir. Bu da bərabərdir. O7 üçbucağın perimetrini tapanda OD, OY və bir də DY tərəflərini toplamalıyıq. Dostlar, OD-miz üstə gəlinsin OY-miz. Baxın, OY x-dir. OD-miz y-dir və DY də 5-dir. X-y cəmi bayaq tapdıq ki, 7-dir. 7 5-in cəmi də bizə 12 qiyməti verəcək. Bu da D variantı. Keçirəm növbəti 4-cü suala. Dostlar, 4-cü suala baxsaq, 4-də deyir ki, tərəfləri 5, 6 və 8 olan üçbucağın böyük tərəfinə çəkilmiş medianın uzunluğunu tapın. Baxın, belə bir ixtiyari üçbucaqdan söhbət gedir. Tərəfin biri 5, biri 6, biri 8-dir. Böyük tərəfə çəkilən median deyəndə, yəni 8-ə çəkilən medianı istəyir. Dostlar, medianın uzunluğunu tapanda qayda belə idi ki, n bərabərdir 2-də 1 vurulsun. Kök altında 2 a-nın kvadratı üstə gəl b-nin kvadratı çıxılsın s-nin kvadratı. Hansı tərəfə medianı çəkmişiksə, həmin tərəfin kvadratını çıxırıq. Onda dostlar, n bərabərdir 2-də 1 vurulsun. Kök altında 2 vurulsun 5-in kvadratı üstə gəl 6-nın kvadratı çıxılsın 8-in kvadratı yazmalıyam. Bu da bərabərdir 2-də 1 vurulsun. Kök altında 5-in kvadratı 25, 6-nın kvadratı 36, 25 36-nın cəmi 61 edir. 2-yə vuranda 122 alıram. Bundan da çıxırıq 8-in kvadratı 64-dür. Bu da bərabərdir 2-də 1 vurulsun. 122-dən 64-ü çıxanda nəticədə 58 qiyməti qalacaq. Deməli, 58-dən kök çıxmadığı üçün cavabımız bu şəkildə də qalır. Bu da bizdə D variantında var. Keçirik növbəti 5-ci suala. Dostlar, 5-ci sualda deyir ki, 2 tərəfə 6, 7, 3-cü tərəfi isə 3-cü tərəfinə çəkilən median isə 4 cm olan üçbucağın 3-cü tərəfini tapın. Baxın, ixtiyari bir üçbucaqdan söhbət gedir. Bunun 2 tərəfi 6, 7-dir. 3-cü tərəfin uzunluğunu bilmədiyimiz üçün buna A deyirik və həmin tərəfə çəkilən medianın uzunluğu 4-dür. Dostlar, qaydaya əsasən medianın uzunluğunu tapanda A tərəfinə çəkilən medianın uzunluğunu axtarıramsa, 2-də 1 vurulsun kök altında 2, B-nin kvadratı üstə gəl S-nin kvadratı çıxılsın A-nın kvadratı. Hansı tərəfə çəkilibsə, həmin tərəfin kvadratını çıxırıq. Onda dostlar, medianın uzunluğu 4-dür. 4 bərabərdir 2-də 1 vurulsun kök altında 2, mötərizədə 6-nın kvadratı üstə gəl 7-nin kvadratı çıxılsın A-nın kvadratı. 4-ü 2-yə vurub 8 yazırıq. Bərabərdir kök altında 6-nın kvadratı 36, üstə gəlsin 7-nin kvadratı 49, 36 ilə 49-un cəmi 85 edir. 2-yə vuranda da 170 alıram. 170 çıxılsın A kvadrat. Əgər hər tərəfi kvadrata yüksəltsək, solda 64 alınır. Sağda da kök işarəsi itər. Bu zaman A kvadrat bərabərdir. 170-dən 64-ü çıxanda 106 qalır. A da bərabərdir kök altında 106-ya. Bu da olacaq A variantı. Növbəti keçirik 6-cı suala. Dostlar, 6-cı sualda deyir ki, ABC üçbucağında AD tən böləndir. Gəlin birinci üçbucağı çəkək. Baxın, ABC üçbucağından söhbət gedir. İxtiyar bir üçbucaq çəkirəm. Deməli, bizə deyir ki, AD tən böləndir. Baxın, bir dənə AD tən böləni çəkdik. Deyir ki, AB-miz 8, BD-miz deməli 5, AC-miz 6,4 və CD-nin uzunluğu nəyə bərabərdir? Bunu bizdən soruşur. Dostlar, tənbölənin belə bir xüsusiyyəti vardı ki,
Yan tərəflərin tənbələnin oturacaqdan ayırdığı hissələri olan nisbətləri bərabər idi. Yəni 8-in 5-ə nisbəti bərabərdir 6,4-ündə, deməli DC-yə nisbəti. Çarpaz vursam 8 vurulsun DC bərabərdir 5-i 6,4-ə vuranda 32 alıram. Buradan da DC bərabərdir 32-ni 8-ə böləndə olacaq 4. Yəni cavabımız B variantıdır. Keçirik növbəti 7-ci suala. Dostlar, 7-ci sualda ABC üçbucağında BD tənböləndi. Gəlin qeyd edək. Baxın, belə bir ABC üçbucağı yazırıq. BD tənbölənini çəkirik. BD tənböləni, aha. Deyir ki, AB-miz 18, BC-miz 20, AC-miz 19-dur. Bizdən DC-nin uzunluğunu istəyir. Dostlar, DC x desək, AC ümumilikdə 19-dur. Onda mən AD-ni tapanda AD 19 minus x-a bərabər olacaq. Və tənbölən xüsusiyyətinə əsasən yan tərəflərin tənbölənin oturacaqdan ayırdığı hissələri olan nisbətləri bərabər idi. Yəni 18-in 19 minus x-a nisbəti bərabərdir 20-nin də x olan nisbətinə. Bu zaman çarpaz vursaq, 18x-in bərabərdir 380 çıxılsın 20x-a, 20x sola keçir, müsbət olur, toplanır 38x yazırıq və buradan x-im də bərabərdir 10-a. Bizdən nəyi soruşurdu? Bizdən DC-ni. DC bərabərdir x-a, o da bərabərdir 10-a. Bu da olacaq C variantı. Keçirik növbəti 8-ci suala. Dostlar, 8-ci sualda nə deyir? Deyir ki, oxşar sualdır yenə. AD parçası ABC üçbucağının tənbölənidir. Dostlar, götürürük. Baxın, belə bir ABC üçbucağı çəkirik və AD bunun tənbölənidir. Bizə deyir ki, AB-miz 16-dır. Aha. AC-miz deməli 20-dir. DC çıxılsın BD bərabərdir bizdə 2-yə. Bizdən soruşur ki, BD nəyə bərabərdir? Bunu tapın. Dostlar, əgər BD x desəm, DC-dən x-i çıxanda 2 qalır. Bu zaman DC bərabərdir x plus 2-yə. Onda BD-yə x yazıram, DC-yə də x üstəgəl 2 yazıram. Və tənbölənin xüsusiyyətinə görə yan tərəflərin tənbölənin oturacaqdan ayırdığı hissələri olan nisbətləri bərabər idi. Yəni 16-nın x-a bərabərdir 20-nin də x üstəgəl 2-yə nisbəti. Bu zaman çarpaz vursaq 20x-in bərabərdir 16x üstəgəl 32-yə, 20x-dan 16-nı çıxanda 4x-im qalır, 4x-im 32-yə bərabərdir, x-im də 32-ni 4-ə böləndə 8-ə. Baxın, bizdən BD-ni istəyirdi. BD x-a, o da 8-ə bərabərdir. Deməli, cavabımız olacaq Y variantı. Keçirik növbəti 9-cu suala. Dostlar, 9-cu sualda AD parçası ABC üçbucağının tənbölənidir. Gəlin yazaq. ABC üçbucağımız və AD tənbölənimiz. Aha. Deyir ki, AB-miz 18-dir. AC-miz 15-dir. BD çıxılsın. DC-miz bərabərdir 2-yə. BD-nin uzunluğu nəyə bərabərdir? Bizdən bunu soruşur. Gəlin belə eləyək dostlar. Əgər mən BD x desəm, x-dan DC-ni çıxanda 2 qalır. Onda DC-ni tapanda bu zaman DC-miz bərabər olacaq x minus 2-yə. Gətirib BD-yə x yazıram, DC-yə də x minus 2 yazıram. Və tənbölən xüsusiyyətinə görə yan tərəflərin tənbölənin oturacaqlardan ayırdığı hissələri olan nisbətləri bərabər idi. 18-in x-a nisbəti, 15-in də deməli x minus 2 olan nisbəti. Bu zaman çarpaz vursam 18-i x minus 2-yə vuranda 18x çıxılsın 36 alıram. Bərabərdir 15x-a. 18x-dan 15x-in çıxanda 3x qalır. Mənfi 36 sağa keçəndə müsbət olur. Buradan da x-in bərabərdir. 36-nı 3-ə böləndə 12 alırıq. Bizdən BD-ni istəyirdi. BD x-a, yəni 12-yə bərabərdir. Bu da deməli B variantıdır. Keçirik növbəti 10-cu suala. Bu sonra 10-cu sualda deyir ki, perimetri 18 olan üçbucağın medianlarından biri onu perimetrləri 12 və 14 olan iki üçbucağa bölür. Medianın uzunluğunu tapın. Gəlin belə eləyək. Bu sonra ixtiyari bir üçbucaq çəkirik. Deməli, perimetri 18-dir üçbucağın medianlarından biri onu perimetrləri 12-14 olan iki üçbucağa ayırır. Baxın, bunun bir dənə götürürəm, medianının birini çəkirəm. Aha, buna gəlin M hərfi yazaq. Və median bilir ki, qarşı tərəfi 2 bərabər hissəyə bölür. Yəni, bu hissələrdən biri A-dırsa, digəri də A-dır. İxtiyari üçbucaqdan söhbət getdiyi üçün
Yan tərəflərə müxtəlif qiymətlər yazıram, BC yazıram. Təbii ki, bu eyni qiymətdə ola bilər, müxtəlif də ola bilər. Sadəcə BC hərflərlə deməli adlandırırıq. Üçbucağın perimetri 18 deyirsə, bu o deməkdir ki, 2A üstəgəl B üstəgəl C bərabərdir 18-ə. Və bizə deyir ki, median üçbucağı 2 üçbucağa bölür. Bunların da perimetri 12 və 14-dür. Onda bu üçbucaqlardan birinin perimetrinə, baxın soldakına A üstəgəl B üstəgəl M cəminə 12 yazıram və sağdakına A üstəgəl C üstəgəl M cəminə də yazıram 14 qiyməti. Baxın, 3 dənə tənlikdən ibarət belə bir sistem tənliyi alırıq. Bizə deyir ki, median uzunluğu nəyə bərabərdir? Bunu tapın. Götürərəm ikinci və üçüncü tənlikləri tərəf-tərəfə toplayaram. Əgər tərəf-tərəfə toplama tətbiq eləsək, bu zaman 2A üstəgəl B üstəgəl C plus 2M-in bərabərdir 26. 2A plus B plus C'miz 18'dir. 18 ilə nəyi toplasam 26 alaram. 18 ilə 8'i toplasam. Yəni 2M'im 8'dir. Onda M də bərabərdir 4-ə. Deməli, cavabımız A variantıdır. Keçirik növbəti 11-ci suala. Dostlar, 11-ci sualda deyir, perimetri 32 cm olan üçbucağın medianlarından biri onu perimetrləri 20 və 28 olan iki üçbucağa bölür. Median uzunluğunu tapın. Dostlar, deməli, yenə bayaqki kimi şəkil çəkirik və deməli, medianların birini qeyd edirik M hərfi ilə. Median qarşı tərəfi 2 bərabər hissəyə bölür. Bu tərəfi A şəklində adlandırırıq və yan tərəflərə də deməli BC qiymətləri yazırıq. Üçbucağın perimetri 32-dir. Onda 2A üstəgəl B üstəgəl C'miz bərabərdir 32-yə. Və medianın böldüyü üçbucaqların ayırarıq da perimetrləri 20-28'dir. Yəni, A üstəgəl B üstəgəl M. Baxın, soldakı üçbucağın perimetrinə 20 yazıram. Və sağdakı A üstəgəl C üstəgəl M bərabərdir 28 qiyməti yazıram. 3 tənlikdən ibarət sistem tənliyi alırıq və buradan bizdən medianın uzunluğunu istəyir. İndi dostlar, ikinci və üçüncü tənliyi tərəf-tərəfə toplasam, bu zaman 2A üstəgəl B plus C bir də plus 2M'imiz bərabərdir 48 olacaq. 2A plus B plus C'miz bilirik ki 32'yə bərabərdir. 32 ilə nəyi toplasam 48 alaram. 32 ilə 16'nı toplasam. Yəni 2M'im 16'dır. M də deməli 8'dir. Məndən də medianın uzunluğunu istəyirdi. Bu da D variantı. Keçirik növbəti 12-ci suala. Bu sonra 12-ci sualda deyir ki, medianları cəmi 12,3 cm olan bərabər tərəfli üçbucağın perimetrini tapın. Dostlar, söhbət bərabər tərəfli üçbucaqdan gedirsə, bərabər tərəfli üçbucağın medianlarının üçü də bir-birinə bərabərdir. Elə onda biz medianı götürüb M hərfini işarələyə bilərik. Medianların üçün də cəmi, yəni 3M'imiz bərabərdir 12,3'ə. Bu zaman medianın biri bərabər olacaq 12,3'ü 3'ə bölsəm 4,3'ə. Və bərabər tərəfli üçbucaqda biz bilirik ki, median bərabərdir kök altı 3 bölünsün 2A'ya. Buradan tərəfi axtarsam A bərabərdir 2 bölünsün kök 3 median. Bu da 2 bölünsün kök 3, medianı biz 4 kök 3 tapmışıq. Buradan kök 3'lər ixtisar gedir, 2 4'ün 8 qalır. Yəni bərabər tərəfli üçbucağın tərəfi 8'dir. Bərabər tərəfli üçbucaqda tərəflərin üçü də eyni olduğundan perimetri 3A ilə tapılır. Bu da 3 vurulsun 8 bərabərdir 24'ə. Deməli, cavabımız C variantıdır. Keçirik növbəti 13-cü suala. Sonra 13-cü sualda deyir ki, ABC üçbucağının B və C bucaqlarının tən bölənlərinin kəsişmə nöqtəsindən üçbucağın AB və AC tərəflərini uyğun olaraq M və N nöqtələrində kəsən və BC-yə paralel düz xətt çəkilmişdir. MB-miz 5, NC-miz 6 olarsa M-ni tapın. Gəlin dostlar, şəkli çəkməklə başlayaq. Deməli, söhbət ABC üçbucağından gedir. Baxın, belə bir ABC üçbucağı qeyd elədik. Deyir ki, B və C bucaqlarının tən bölənləri. Baxın, bir B bucağının tən bölənini çəkirəm. Tən bölən bilir ki, bucağı 2 bərabər C bölür. Alfa yazıram. Və bir də C bucağının deməli tən bölənini çəkirik. Bu da bucağı 2 bərabər C bölür. Bunu da beta olaraq adlandıra bilərik. Bizə deyir ki, tənbölənlərin kəsişmə nöqtəsindən, baxın, bu nöqtəni O ilə adlandıra bilərik. Deyir ki, AB və AC tərəflərini deməli uyğun olaraq M və N nöqtələrində kəsən
və BC-yə paralel olan düz xətt çəkirik. Deməli, AB-ni M nöqtəsində kəsir, AC-ni N nöqtəsində kəsir və M-in düz xətti bizdə paraleldir BC düz xəttinə. Şərtə görə MB-nin uzunluğu 5 sm-dir, NC-nin uzunluğu 6 sm-dir. Bizdən soruşur ki, M-in uzunluğu nəyə bərabərdir? Bunu tapın. İndi dostlar, baxın bu sualı həll etmək üçün belə bir qaydadan istifadə edirik. İki paralel düz xətt üçüncü düz xəttlə kəsişirsə, bu zaman daxili çarpaz bucaqlar bərabər idi. Onda baxın, BC ilə deməli M-in paralel düz xəttlərdir. Üçüncü düz xəttlə, baxın, üçüncü düz xəttlə kəsişdikdə, bu zaman daxili çarpaz bucaqlar, baxın, bu bucaqlar bərabər olmalıdır. Əgər biz OBC bucağına alfa demişiksə, onda BOM bucağı da bizdə alfa qədər olmalıdır. Onda gətirik, baxın, bu bucağa da alfa qiyməti yazırıq. Buradan alırıq ki, BMO üçbucağa bərabər yanlı üçbucaqdır. Bucaqlardan ikisi eynidirsə üçbucaq bərabər yanlıdır və MB bərabərdir MO-ya. Onda MB-miz 5-dirsə MO da 5 olacaq. Dostlar, eyni qaydanı deməli aşağıdakı tərəf üçün də tətbiq eləsək, yenə BC paraleldir M-in və üçüncü düz xətlə kəsişdikdə daxili çarpaz bucaqlar bərabər olmalıdır. Onda BCO ilə CON daxili çarpaz bucaqlar sayılır. Əgər BCO betadırsa, onda bizim CON bucağımız da olmalıdır beta. Buradan alırıq ki, NOC üçbucağı da bərabər yanlıdır. Yəni NC bərabərdir NO-ya, onda bu da bərabər olacaq 6. İndi dostlar, məndən M-in uzunluğunu istəyirdi. M-in MO ilə ON-in cəmidir. Yəni 5 ilə 6-nın cəmi, bu da bərabərdir 11-ə. Deməli, cavabımız B variantıdır. Keçirik növbəti 14-cü suala. Dostlar, 14-cü sualda deyir ki, bərabər yanlı üçbucağın oturacağındakı təpədən yan tərəfinə çəkilən median, onun perimetrini 8 və 15 olan hissələrə ayırır. Üçbucağın oturacağını tapın. Gəlin, bərabər yanlı bir üçbucaq çəkək. Deməli, bərabər yanlı üçbucaqdan söhbət gedir. Deyir ki, oturacağındakı təpədən onun yan tərəfinə deməli median çəkirik. Yan tərəfə median çəkmişiksə, yan tərəf 2 bərabər hissəyə bölünəcək. Və deyir ki, bu median deməli onun perimetrini 8 və 15 olan 2 hissəyə ayırır. İndi dostlar, yan tərəf 2 bərabər hissəyə bölünübsə, bu hissələri AA şəklində adlandırıram. Digər tərəfdən üçbucaq bərabər yanlı idi. Bu zaman sağ tərəf 2A-dırsa, sol tərəf də 2A-dır. Və üçbucağı ABC olaraq da adlandıra bilərik. İndi dostlar, bizə deyir ki, median perimetri 2 hissəyə ayırıb, 8-15. Bizə demir ki, median perimetri 8-15 olan fiquru 2 üçbucağa ayırıb, bu cür demir. Yəni, fiqurun öz perimetrini 2 hissəyə ayırıb. Biz bilirik ki, fiqurun perimetri AB, BC və AC-nin cəmindən ibarətdir. Bu perimetri 2 hissəyə böləndə AB ilə deməli, baxın, bura bir dənə AM medianı yazaq. Deməli, AB ilə BM-in cəmini 1 ayırır, bərabərdir 8 yazıram. Bir də AC ilə deməli, MC-nin cəmini də 1 ayırır, bərabərdir, bir də 15 yazırıq. Yəni, ümumi perimetri 2 hissəyə böldü. İndi dostlar, buradan qiymətləri yazsaq, AB-yə 2A demişdik, BM-ə də A demişdik, bərabərdir 8-ə və AC-miz deməli, üstə gəlsin, MC-yə də A demişik, bərabərdir 15-ə. İndi dostlar, buradan yuxarıdakından bilirik ki, 2A üstə gəl A, yəni 3A deməkdir, bərabərdir 8, A da bərabərdir 3-də 8-ə. Bu da bərabərdir bizdə. Bu da bərabərdir 2 tam 3-də 2 alıram. Dostlar, A-mız 2 tam 3-də 2-dirsə, onda AB tərəfinin uzunluğu 2 tam 3-də 2-nin 2 qatı qədər olacaq. Yəni, olmalıdır bizdə 2 tam 3-də 2 vurulsun 2-yə, 3-də 8. Deməli, bunu yazmağımın səbəbini deyəcəm, vurulsun 2. Bu da 3-də 16, bu da bərabərdir 5 tam 3-də 1-ə. Deməli, AB-nin uzunluğu 5 tam 3-də 1 qədər olur. İndi dostlar, AC tərəfini axtarsaq, AC ilə A-nın cəmini 15 demişik. Bu zaman, deməli, AC-ni axtaranda 15-dən A-nı, yəni 2 tam 3-də 2-ni çıxıram. Bu da 15-dən 2 tam 3-də 2 çıxanda nəticədə 12 tam 3-də 1 qiyməti qalır. İndi dostlar, üçbucaq bərabər yanlıdırsa, AB 5 tam 3-də 1. Bu zaman BC-yə də 5 tam 3-də 1 yazıram. Və üçbucağın qaydasına əsasən üçüncü tərəf digər tərəflərin cəmindən kiçik olmalıdır. 5 tam 3-də 1 ilə 5 tam 3-də 1-in cəmi 10 tam 3-də 2-dir. Üçüncü tərəf isə 12 tam 3-də 1-dir.
Yəni bu cəmdən kiçik deyil. Ona görə dostlar, deməli bu şərt ödənmir. Yəni bu o deməkdir ki, biz AB üstəgəl BM cəminə 8, AC üstəgəl MC cəminə 15 yazmışdıq. Biz bunu tərsinə yazmalıydıq. Yəni 15-i yuxarıdakına, deməli 8-i aşağıdakına. Bu zaman heç bir ziddiyyət almayacağıq. Onda dostlar, eyni qaydanı tətbiq eləsəm, bu dəfə 15-i yuxarıdakına, 8-i aşağıdakına yazıram. Deməli 2A üstəgəl A, yəni 3A'mız bərabərdir 15, A'mız da bərabərdir 5-ə. A 5-dirsə, AC-ni də ikinci bərabərlikdən axtarsaq, AC bərabərdir 8-dən 5-ini çıxıram, bu da 3-ə. İndi bu zaman doğru aldıq. Deməli AC-miz 3 olmalıdır, bu da A variantıdır. Keçirik növbəti 15-ci suala. Dostlar, 15-ci sualda deyir ki, ABC üçbucağının A və B bucaqlarının tən bölənlərinin kəsişmə nöqtəsindən üçbucağın AC və BC tərəflərinə uyğun olaraq M və N nöqtələrində kəsən və AB-yə paralel düz xətt çəkilmişdir. MN-imiz 12, AM-imiz 7 olarsa B-ni tapın. Gəlin dostlar, şəkli çəkək. Baxın, belə bir ABC üçbucağı yazırıq. Bu bizim ABC üçbucağımız. Deyir ki, A və B bucaqlarının tən bölənlərinin kəsişmə nöqtəsindən. Baxın, bir A-nın tən bölənini çəkirəm. Bucağı 2 bərabər C-yə bölür, alfa-alfa yazıram. Və bir də B-nin tən bölənini çəkirəm. Bucağı 2 bərabər C-yə bölür, beta-beta yazırıq. Və tən bölənlərin kəsişmə nöqtəsində O hərfi ilə adlandırırıq. Bizə deyir ki, kəsişmə nöqtəsindən üçbucağın AC və BC tərəflərinə uyğun olaraq M və N nöqtələrində kəsən və AB paralel düz xətt çəkilibdir. AB paralel, baxın bu nöqtədən keçən bir düz xətt çəkirəm. Aha, AB paralel və AC və BC-ni M və N. AC-ni deməli M nöqtəsində kəsir, BC-ni isə deməli N nöqtəsində kəsir. Və AB paralel olan düz xətt çəkdik. Deməli, AB paraleldir, deməli M-nə. Bizə deyir ki, M-in uzunluğu 12-dir. AM-imiz deməli 7-dir. B-in nəyə bərabərdir? Bunu tapın. B-nə də yazıram x qədər. İndi dostlar, gəlin belə eləyək. Bizim belə bir qaydamız var ki, həndəsənin əsas anlayışlarında 2 paralel düz xətt, üçüncü düz xəttlə kəsdikdə daxili çarpaz bucaqlar bərabərdir. Onda dostlar, şərtə görə AB ilə deməli M-in paraleldir. Bu üçüncü AO düz xətt ilə kəsişəndə bu zaman daxili çarpaz bucaqlar bərabərdir. Yəni BAO alfadırsa, AOM də deməli alfa qədər olmalıdır. Gətirib burada alfa bucağı yazırıq. Buradan alırıq ki, AM o üçbucağa bərabər yanlı üçbucaqdır. Yəni AM MO-ya bərabərdir. Onda MO da olacaq 7. Digər tərəfdən M-in uzunluğu şərtə görə 12-dir. M-in deməli MO ilə ON-in cəmindən ibarətdir. 12-nin MO hissəsi 7-dirsə, ON hissəsinə də deməli 5 qalır. 7 ilə 5 toplayanda 12 alırıq. İndi dostlar, digər tərəfdən deməli bu qaydanı sağ tərəfə də tətbiq eləsək, yuxarıya da tətbiq eləsək, 2 paralel düz xətt, üçüncü düz xəttlə BO ilə kəsişəndə yenə daxili çarpazlar bərabər olmalıdır. Yəni ABO betadırsa, onda BON də beta olmalıdır. Gətirib BON-ə də beta yazıram. Bu da üçbucağın bərabər yanlı olması deməkdir. BON üçbucağı bərabər yanlıdır və ON bərabərdir B-nə. Onda gətirib x-in yerinə də 5 qiyməti yaza bilərik. Bizdən B-nin qiymətini istəyirdi, bu da bərabərdir 5 tapdıq. Növbəti keçirik dostlar. 16-cı suala. Gəlin baxaq. Deməli 16. Biz cavabı 5 tapmışdıq. 5-də baxın Y variantındadır. Aha. İndi dostlar 16-cı sualda nə deyir? 16-cı sualda deyir ki, ABC üçbucağının, deməli BC tərəfinin üzərində D nöqtəsi götürülmüşdür. B medianı AD parçası ilə O nöqtəsində kəsişir və BD-nin DC-yə nisbəti 2-nin 3-ədir. AD-miz 35 cm olarsa, AO-nun nəyə bərabər olduğunu tapın. Dostlar, şərtə görə deməli BC tərəfinin üzərində D nöqtəsi götürülüb. D ixtiyari bir nöqtədir. Hələ ki bundan istifadə eləmirəm. B medianı AD parçası ilə O nöqtəsində kəsişir. Dostlar, B medianı deyir. Median bilirik ki, qarşı tərəfi deməli 2 bərabər C-yə bölür. Yəni hansı tərəfə çəkilibsə, həmin tərəfi 2 bərabər C-yə bölür. Biz bunu Y şəklində adlandırırıq. Digər tərəfdən dostlar götürürük.
deməli M nöqtəsindən deməli BC-yə düz xətt çəkirik və həmin düz xətt AD-yə paralel olsun. Baxın, AD-yə paralel olan bir dənə deməli bunu nə ilə yazaq? Bir dənə N düz xətti yazaq. M-in düz xətti çəkirik. Və biz bunu elə götürdük ki, MN-imiz paralel olsun AD-yə. Baxın, bu şərt daxilində çəkmişik. İndi dostlar, BD-miz DC-yə nisbəti 2-nin 3-ədirsə, əgər mən BD-yə deməli 2x yazsam, bu zaman DC-miz 3x-dir. Və dostlar, M-in düz xətti AD-yə paraleldir və AC yan tərəfini 2 bərabər hissəyə bölübsə, deməli M-in orta xəttidir. Orta xətt digər yan tərəfi də 2 bərabər hissəyə bölür. DC 3x deyəndə 3x-i də 2 bərabər hissəyə böləcək. 1/5x, 1/5x şəklində. Bunu da yazırıq bu cür. İndi dostlar, buradan baxın BM-in üçbucağı ki var. Bunu ayırırıq. Baxın BM-in üçbucağını bir kənardan yazıram. B deməli M-in üçbucağı. Bir də OD xətti də baxın buna paraleldir. Əgər M-in AD-yə paraleldirsə, OD də AD-nin üzərindədir. Deməli M-in OD-yə də paralel olacaq. Və dostlar, M-in orta xətt olduğundan orta xətt oturacağın yarısına bərabərdir. M-ə uyğun oturacaq AD-dir. AD 35-dirsə, M-in onun yarısı qədərdir, 17,5-dir. Gətirirəm, M-ə də 17,5 yazıram. İndi dostlar, BD-miz 2x idi. D-nimiz deməli 1,5x-dir. Buradan OD-nin uzunluğunu axtarsam, oxşarlıqdan istifadə edəcəm. Biz bilirik ki, OD M-ə paraleldir. Əgər M-ə paraleldirsə, deməli BE-nin bizdə M-ə nisbəti kiçik üçbucağın deməli alt tərəfinin aşağı tərəfinə oturacağının BD tərəfinin də OD nisbəti bərabər olmalıdır. Onda dostlar yazırıq ki, B-nin deməli M-ə nisbəti bərabərdir BD-nin də OD-yə nisbəti. Dostlar, paralellik olanda əgər oturacağa paralel düz xətt çəkmişiksə, deməli alınan balaca üçbucaqla böyük üçbucağın uyğun yan tərəfi, deməli yan tərəfinə nisbəti, oturacağa nisbəti bərabər olur. Və yaxud da böyük üçbucağın yan tərəfinin böyük üçbucağın oturacağına nisbəti, kiçik üçbucağın yan tərəfinin kiçik üçbucağın oturacağına nisbəti bərabər olur. İndi biz bunu necə götürdük? Böyük üçbucağın oturacağının sağ tərəfi olan nisbəti, kiçiyin də oturacağının sağ tərəfinə olan nisbətini bərabər götürdük. İndi dostlar, B-ni bilirik ki, bizdə 3,5x-dir. Yəni 2x-dan 1,5x-in cəmi. M-imiz 17,5-dir. BD-miz 2x-dir və OD-ni də buradan axtarırıq. Buradan OD-ni tapsam, OD bərabərdir 3,5x-in, deməli, üzürü sayın. OD-ni tapanda 17,5-i vururam 2x-a, bölürəm 3,5x-a, x-larım gedir. Buradan OD bərabərdir 17,5-i 2-yə vuranda 35 alıram. Məxrəcdə də 3,5-im var. Bu da bərabərdir bizdə 10-a. Dostlar, OD 10-dur. AD bilirik ki 35-dir. 35-dən 10-nu çıxanda AO-ya da qalır 25 qiyməti. Bizdən AO-nun uzunluğunu istəyir. Bu da olacaq 25. Yəni C variantı. Keçirik növbəti 17-ci suala. Dostlar, 17-ci sualda nə deyir? 17-də deyir ki, iki tərəfi 3 və 6 sm. Bu tərəflərə çəkilmiş hündürlüklərin ədədi ortası 3-cü tərəfə çəkilmiş hündürlüyə bərabər olan üçbucağın 3-cü tərəfinin uzunluğunu tapın. Gəlin qeyd edək. Dostlar, deməli, ixtiyari bir üçbucaq çəkirəm. İki tərəfi 3-dən 6-dır. Aha. Deyir, bu tərəflərə çəkilmiş hündürlüklərin, baxın, 3-ə çəkilmiş hündürlüyü biz deməli H1-dən işarə edək. 6-ya çəkilmiş hündürlüyü H2 ilə işarə edək. Deyir ki, bu tərəflərə çəkilmiş hündürlüklərin ədədi ortası, yəni H1 üstə gəlsin H2-nin yarısı, deyir ki, 3-cü tərəfə çəkilmiş hündürlüyə bərabərdir. Bərabərdir H3-ə. Baxın, 3-cü tərəfə çəkilən hündürlüyü də deməli H3-lə işarə edə bilərik. Hündürlüyə bərabər olan üçbucağın 3-cü tərəfinin uzunluğunu istəyir bizdən. Gəlin belə eləyək dostlar. 3-cü tərəfə A kimi adlandırırıq. Və sahədən belə bir qaydamız vardı ki, dostlar, deməli A-nın H3-ə hasili bərabərdir 3-ün H1-ə hasili, o da bərabərdir 6-nın da H2 olan hasili. Buradan bu iki bərabəriyə baxsaq, deməli 3 vurulsun H1 bərabərdir 6 vurulsun H2-yə.
Onda H1-imiz bərabərdir. Hər tərəfi 3-ə bölsəm 2H2-yə. Dostlar, bu ifadəni gətirib sol tərəfdəkində, baxın, əvəz edib yazsaq, H1-in yerinə 2H2 yazsam, 2H2 üstə gəlsin H2 bölünsün 2 bərabərdir H3-ə. Buradan da 2-də 3H2 bərabərdir bizdə H3-ə. H2-ni də tapanda bərabər olur. Deməli, 3-də 2 H3-ə. Baxın, bu şəkildə yaza bilərik. İndi dostlar, deməli, bizim sağ tərəfdə yazdığımız ifadədən A vurulsun H3-ümüz bərabərdir 6 vurulsun H2-yə. Baxın, birinci ilə üçüncünü götürsəm, bu zaman deməli yazırıq A vurulsun H3 bərabərdir 6 vurulsun H2. H2-nin yerinə gətirib H2 bizdə 3-də 2 H3-ə bərabərdir. Bu ifadəni yazıram. Buradan H3-lər ixtisar gedər. A bərabərdir 6 vurulsun 3-də 2-yə. Buradan 3 ixtisar getsə qalır 2 vurulsun 2. Bu da bərabərdir 4. Yəni 3-cü tərəfin uzunluğu 4-ə bərabərdir. Bu da A variantında var. Növbəti keçirik dostlar 18-ci suala. 18-ci sualda nə deyir? 18-də dostlar deyir ki, ABC üçbucağında A və C bucaqlarının tən bölənləri D nöqtəsində kəsişir. Dostlar, A-nın tən böləni deyirsə 2 bərabər bucağa ayırır alfa-alfa və C-nin də tən bölənləri beta-beta şəklində yaza bilərik. Aha, deyir ki, D nöqtəsində kəsişir. ADB bucağımız 100 dərəcədir. Gəlin yazaq 100 dərəcə. ADC bucağımız deməli 120 dərəcədir. Və bizə deyir ki, DAC bucağından deməli DCA bucağını çıxsaq, bu fərqi tapın nəyə bərabərdir? Dostlar, deməli bu fərqi tapmaq üçün birinci növbədə BDC bucağını axtararam. Bucaq BDC-ni axtarsaq, biz bilirik ki, baxın, deməli ADB bucağı, BDC və ADC-nin cəmi bizə tam bucağı verir. Bizə bu üçünün cəmi tam bucaq, yəni 360 dərəcə verir. Buradan BDC-ni axtarsam, bu zaman 360 dərəcədən deməli 100 və 120 dərəcəni çıxmalıyam. Dostlar, 360-dan 100-ün çıxanda 260, 120-nin də çıxanda yerdə 140 dərəcə qalacaq. Deməli, buradan alırıq ki, BDC bucağımız deməli 140 dərəcədir. İndi dostlar, digər tərəfdən biz bilirik ki, bizim deməli A təpəsindən də tən bölən çəkmişik, C təpəsindən də tən bölən çəkmişik və A-dan da C-dən də çəkilən tən bölənlər D nöqtəsində kəsişirsə, biz eyni zamanda B təpəsini, deməli B təpəsindən düz xətt keçirib D-də birləşdiririksə, bu da tən bölən olacaq. Çünki biz bilirik ki, tən bölənlər üçü də bir nöqtədə kəsişir. Onda B təpəsindən çıxan düz xətt gəlib D-də bunlarla kəsişirsə, bu da mütləq tən bölən olmalıdır. Buna əsasən, deməli, buradakı bucağımız da bizim 2 bərabər hissəyə bölünür. Buna da qamma adlandıra bilərik. Və digər tərəfdən dostlar, indi belə eləyirik. Digər tərəfdən biz bilirik ki, ADC üçbucağına baxsaq, üçbucağın daxili bucaqları cəmi 180 dərəcə olmalıdır. Onda ADC üçbucağında bucağın ikisi alfa-beta, digəri də 120 dərəcədir. Toplayanda bərabərdir 180 yazırıq. Buradan alfa-beta cəmi bərabərdir 180-dən 120-ni çıxıram 60 dərəcə. Deməli, alfa-beta cəmi 60 dərəcədir. Dostlar, digər tərəfdən bizim belə bir düsturumuz var ki, baxın, bizə belə bir şəkil veriləndə alfa, beta, bir də qamma bucağı verilirsə, bu üç bucağın cəmi xaricdə verilən, baxın, buradakı x bucağına bərabər olmalıdır. Onda dostlar, baxın, bunu belə yazırıq. Deməli, x bucağı bərabərdir alfa, üstə gəlinsin. Deməli, beta, bir də qammanın cəminə. Onda burada diqqət edirsinizsə, baxın, həmin şəkli, baxın, ayırıb göstərməyə çalışsaq, bu zaman, deməli, alfa bucağı, beta bucağı və 2 qammamız bizdə 120 dərəcəni verəcək. Onda yazırıq, 120 dərəcə bərabərdir, alfa üstə gəl, beta üstə gəlsin, 2 qamma. Sadəcə bizim şəklə görə təpə bucağımız 2 qamma qədərdir. İndi dostlar, buradan alfa, beta cəminə hazır 60 bilirik, 60-dır. Onda 120-dən 60-ın çıxanda 60 dərəcə qalır bizdə və 2 qammamız bərabərdir 60 dərəcəyə. Deməli, qamma da bərabərdir 30 dərəcə. Dostlar, qamma 30 dərəcədir. Gətirib qammalara 30 qiymətini yazıram. Qamma 30-dursa, ADB üçbucağında bucağın biri 30, digəri 100-dürsə, toplayanda 30 ilə 100-ün cəmi 130, toplam 180 olması üçün alfaya qalır 50 dərəcə.
Və yaxud da dostlar, alfa 50-dirsə, aşağıda da gətirib 50 qiymətini yazsam, ADC üçbucağında da bucağın biri 120, biri 50, toplayanda 170 eləyir. 180 olması üçün bettaya da qalır 10 dərəcə. Onda dostlar, bettanı da 10 dərəcə tapırıq. Bizə deyir ki, DAC bucağından, yəni 50 dərəcədən çıxırsan DCA bucağını, yəni 10 dərəcəni. Bu da bərabər olacaq bizdə 40 dərəcəyə. Deməli, cavabımız A variantıdır. Keçirik növbəti 19-cu suala. Dostlar, 19-cu sualda deyir ki, ABC üçbucağında BD və C-yə tən bölənlərdir. BD və C-yə tən bölənlərdir. BY-nin deməli, YD-yə nisbəti 2-yə bərabərdir. AB-miz 6-dır və AD nəyə bərabərdir? Bizdən bunu soruşur. İndi dostlar, şərtə əsasən, baxın, BD və C-miz tən bölənlərdir. Deməli, BY-nin YD-yə nisbəti 2 verib bizə. BY-nin YD-yə nisbəti 2 veribsə, əgər YD-yə x desən, bu zaman BY 2x qədər olur. Yəni, BY 7-dən 2 dəfə böyükdür. Digər tərəfdən AB-miz 6-dır deyir. Və dostlar, tənbölənin belə bir xüsusiyyəti vardır ki, tənbölən deməli, yan tərəflərin tənbölənin oturacaqdan ayırdığı hissələri olan nisbətləri bərabər idi. Əgər biz C-yi tənbölənə nəzərən baxsaq, onda bu o demək ki, BC-nin deməli BY-yə nisbəti bərabərdir CD-nin də deməli YD-yə olan nisbəti. Buradan dostlar, deməli biz bilirik ki, baxın, BC-nin BY-miz 2x-dir, 2x-a nisbəti, bu zaman deməli DC-nin də x olan nisbəti. Hər tərəfdən x-ları aparsam, bu zaman alıram ki, BC bərabərdir 2 DC-yə. Yəni, BC də DC-dən 2 dəfə böyükdür. Əgər DC y desəm, bu zaman BC-miz 2y qədər olur. Digər tərəfdən dostlar, BD özü də tənböləndir. Bu xüsusiyyəti BD tənbölənə görə də nəzərə alsaq, yenə yan tərəflərin tənbölənin oturacaqlardan ayırdığı hissələri onun nisbətləri bərabər olmalıdır. Yəni, AB-nin AD-yə nisbəti bərabərdir bizdə, deməli BC-nin də DC-yə olan nisbəti. Bu zaman dostlar, AB-miz 6-dır. 6-nın AD-yə nisbəti bərabərdir 2y-in də y-ə nisbəti. Buradan AD-ni tapsam, AD bərabərdir 6 vurulsun y bölünsün 2y-ə. Buradan y-lər gedir, 6-nı da 2-yə böləndə qalır 3 qiyməti. Deməli, AD-miz 3-ə bərabərdir. Bu da D variantı. Keçirəm növbəti 20-ci suala. Dostlar, 20-ci sualda deyir ki, bərabər tərəfli üçbucağın oturacağı 12 kök 2 və bucaqlarından biri 120 dərəcədir. Oturacaqdakı bucağın tənböləninin uzunluğunu tapın. Bərabər yanlı üçbucaqda. Dostlar, götürük bərabər yanlı üçbucaq çəkirik. Deməli, bərabər yanlı üçbucağın adından göründüyü kimi yan tərəflər bərabər və götürürəm təpə nöqtəsindən qarşı tərəfə hündürlük çəkirəm. Biz bilirik ki, bərabər yanlıda təpədən qarşı tərəfə hündürlük çəkdikdə hündürlük həm median, həm də tənbölən olur. Həm mediandır, həm də tənböləndir. Deməli, bu o demək ki, oturacaq da 2 bərabər hissəyə bölünür. Bu zaman oturacaq 12 kök 2 isə 2 bərabər hissəyə bölünür. 6 kök 2, 6 kök 2 şəklində. Təpə bucağı 120 dərəcədir. Hündürlük çəkəndə dedik ki, hündürlük eyni zamanda tənböləndir. 120-ni 2 bərabər hissəyə bölür 60 dərəcə, 60 dərəcə şəklində. Və dostlar, digər tərəfdən hündürlük çəkəndə düzbucaqlı üçbucaq alırıq. Və düzbucaqlı üçbucaqda bucağın biri 60-dırsa, digərinə 30 dərəcə düşür. Onda bərabər yanlıda oturacağa birləşik bucaqları bərabər idi, sol tərəfə də 30 yazırıq. Bizə deyir ki, oturacaqdakı bucağın tənböləninin uzunluğunu tapın. Dostlar, birinci üçbucağın yan tərəflərini axtarıram. Yan tərəflər bilirik ki, bərabərdir. Baxın, bunu A hərfindən işarə edə bilərik. Və dostlar, buradan sinus 60 dərəcəni axtarsam, deməli, düzbucaqlı üçbucaqdan, baxın, sinus 60 dərəcə, deməli, qarşı katetin hipotenuz olan nisbətidir. Yəni, sinus 60 dərəcə bərabərdir 6 kök 2-nin, deməli, A-ya olan nisbəti. Buradan A-nı tapanda A bərabərdir 6 kök 2-nin sinus 60 olan nisbəti. Və dostlar, bu da bərabərdir 6 kök 2 bölünsün sinus 60 dərəcə kök 3 bölünsün 2 olacaq. Bu da bərabərdir bizdə 6 kök 2 məxrəcdə kök 3-üm var. 2 də qalxır yuxarı və 6 ilə kök 3 ixtisar gedəndə qalır 2 kök 3. Nəticədə deməli 4 kök altında 6 alınır.
Deməli, A-mız bərabərdir 4 kök altında 6-ya. Dostlar, bərabər yanlıdırsa sol tərəfə də gətirib 4 kök altında 6 yazırıq. Və bizə demişdi ki, oturacaqdakı bucağın tən bölənin uzunluğunu tapın. Dostlar, oturacaqdakı bucaq 30 dərəcədir. Bunun tən bölənini çəkirik. Tən bölən bilirik ki, bucağı 2 bərabər hissəyə bölür. Baxın, 15-15 şəklində 15 dərəcə. Və bu tən bölən uzunluğunu L hərfi ilə adlandırırıq. İndi dostlar, yuxarıda alınan 3 bucaqda bucağın biri 120 dərəcə, biri 15 dərəcədir. Bu zaman 120 ilə 15-in cəmi alırıq 135. 180 ilə 135-in çıxanda qalır 45 dərəcə. Deməli, baxın, digər bucağımız da 45 dərəcədir. Əgər bura sinuslar teoremini tətbiq eləsəm, biz bilirik ki, deməli, tərəfin qarşısında olan bucağın sinusuna olan nisbətləri bərabər idi. Deməli, A-nın sinus 45 dərəcəyə nisbəti bərabərdir L-in də sinus 120 dərəcəyə olan nisbəti. Buradan dostlar, L-i axtarsam, L bərabərdir. A vurulsun sinus 120 dərəcə bölünsün 45 dərəcə. Bu da bərabərdir. A-nı biz tapmışıq 4 kök altda 6. Sinus 120 dərəcə elə sinus 60 dərəcə ilə eyni qiymət alır. O da kök 3 bölünsün 2-dir. 45-də də sinus 45 yazmalıyam, üzr sayın. Sinus 45-də də kök 3 bölünsün 2 olacaq. Üzr sayın, kök 2 bölünsün 2 olacaq. Buradan məxrəcdəki 2-lər gedir. Və nəticədə alırıq, deməli, kök 6 ilə kök 2 ixtisar gedəndə kök 3 qalır. 4 vurulsun, kök 3-ə vuranda 3, bu da bərabərdir 12. Deməli, tən bölənin uzunluğu bizdə olmalıdır 12 sm. İndi keçirik 21-ci suala. Dostlar, 21-ci sualda nə deyir? 21-də M nöqtəsi ABC üçbucağının medianlarının kəsişmə nöqtəsidir. AM perpendikulyardır MC-yə. Və BM-imiz bərabərdir. Deməli, 12. AC-nin uzunluğu nəyə bərabərdir? Bizdən bunu istəyir. AC-nin uzunluğunu soruşur. Dostlar, şərtə görə BM-imiz 12-dir. Biz bilirik ki, medianlar kəsişəndə 2-nin 1-ə nisbətində bölünür. Yəni, BM-imiz 2x olsa, bu zaman olacaq, bura bir dənə də n yazaq, MN-imiz də olacaq bizdə x qədər. Onda dostlar, gətirib yazırıq. BM-imiz 2x-dir. Yəni, 2x-imiz bərabərdir 12-yə, x də bərabərdir 6-ya. Buradan aldıq ki, MN-imiz deməli 6-ymış. İndi dostlar, AMC üçbucağına baxsaq, AMC üçbucağında düzbucaqlı üçbucaqdır. Deməli, B-in bizdə median olduğu üçün eyni zamanda MN də deməli median rolunda oynayır. AMC üçbucağında MN də mediandır. Qarşı tərəfi 2 bərabər hissəyə bölür. Və bizim belə bir qaydamız var ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median qarşı tərəfi hipotenuzu 2 bərabər hissəyə bölür və özü də həmin hissələrin uzunluğuna bərabər olur. Deməli, MN-in uzunluğu bərabərdir. Baxın, yazırıq. MN-in uzunluğu bərabərdir NC-nin uzunluğu, o da bərabərdir AN-in uzunluğuna. Deməli, biz MN-i 6 tapdıq. Əgər MN 6-dırsa, bu deməkdir ki, NC də AN də 6-ya bərabərdir. Bizdən AC-nin uzunluğunu istəyir. AC bərabərdir bizdə 2 dənə 6, yəni 12-yə. Deməli, cavabımız 12 olmalıdır. Növbəti keçirik dostlar 22-ci suala. Gəlin baxaq. 22-ci sualda deyir ki, M nöqtəsi ABC üçbucağının medianlarının kəsişmə nöqtəsidir. AM-imiz perpendikulyardır MC-yə və B-min uzunluğu 18 olarsa, AC-nin uzunluğu nəyə bərabərdir? Bunu tapın. Yəni, bayaqki suala oxşar sual verilibdir. İndi dostlar, bizim şərtə görə deməli B-imiz 18-dir. Biz bilirik ki, medianlar kəsişəndə 2-nin 1-ə nisbətində bölünür. Yəni, deməli, B təpəsindən çəkilən median 2-nin 1-ə nisbətdə bölünüb. B-im deməli digər hissədən 2 dəfə böyükdür. Baxın, bura bir dənə də K yazaq. Deməli, B-im K-imdən 2 dəfə böyükdür. Onda B-im 18 isə K-im bunun yarısı qədərdir. Olacaq 9. Digər tərəfdən belə bir qaydamız var ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median deməli hipotenuzu böldüyü hissələrin uzunluğuna bərabərdir. Onda dostlar, deməli, K-imiz 9-dursa, KC də 9, AK da 9 olacaq. Bizdən AC-nin uzunluğunu istəyirsə, AC bərabərdir 2 dənə 9, bu da olacaq 18. Deməli, cavabımız 18 olmalıdır. Növbəti keçirik dostlar 23-cü suala. 23-cü sualda deyir ki,
ABC üçbucağının ayın və B-in medianları perpendikulyar olub. Baxın, ayınla deməli hansı? B-in medianları. Aha, perpendikulyar olub. K nöqtəsində kəsişir və ayın bərabərdir 12-yə. B-imiz 9-dur və bizə deyir ki, SK parçasının uzunluğu nəyə bərabərdir? Bunu tapın. İndi dostlar, gəlin şəkli sağ tərəfdən biraz böyük formada çəkək. Baxın, bu bizim ABC üçbucağımız. ABC üçbucağımız. Bu bizim ayın medianı. Aha. Bu da bizim olsun B'in medianı. B'in medianı. Aha. Və deyir ki, bir dənə də bizim SK deməli belə bir düz xəttimiz var. Aha. İndi dostlar, bizə deyir ki, ayın və B-in medianları perpendikulyardır. Yəni bu bucaqlarımız bizim nədir? 90 dərəcədir. Baxın, bu bucaqlar 90 dərəcədir. Və ayımın uzunluğu 12-dir. Dostlar, biz bilirik ki, medianlar kəsişəndə 2-nin 1-ə nisbətlə bölünür. Yəni 12-ni 2-nin 1-ə nisbətlə bölməliyik. 2x x şəklində bölməliyik. Onda 2x-dan x-in cəmi, yəni 3x-imiz bərabərdir 12-yə, x da bərabərdir 4 alırıq. Yəni bu o deməkdir ki, bizim deməli k-imiz 4 olacaq, onda AK-mız da olacaq 8 qədər. Eyni qayda ilə B-imiz də 9-dur. B-ni də 2y, y şəklində bölə bilərik 2-nin 1-ə nisbətində. Bu zaman 3y-imiz bərabərdir 9-a, y də bərabərdir 3-ə. Yəni NK-mız 3-dür, KB-miz də bərabərdir 6-ya. İndi dostlar, AKB düzbucaqlı üçbucağına baxsaq, deməli üçbucaq AKB-dən, baxın AKB-dən, bu zaman deməli düzbucaqlı üçbucaqda AB tərəfini axtarsaq, hipotenuzu deməli bərabərdir katetlərin kök altında kvadratları cəmi. Yəni kök altında 8-in kvadratından 6-nın kvadratını toplamalıyam. Bu da 64 ilə 36-nın cəmi 100 eləyir. 100-dən də kök olaraq 10 qiyməti çıxır. Yəni AB-miz deməli 10-a bərabərdir. Bundan sonra dostlar, deməli biz SK xəttini biraz da uzadırıq. Aha. Dostlar, biz bilirik ki, medianlar deməli bir nöqtədə kəsişir. Baxın, deməli bizim ayım da B-imiz də mediandır. Onda SK düz xəttə çəkmişiksə, bu da medianın bir hissəsidir. Yəni kəsişmə nöqtəsinə düz xətt çəkmişiksə, bu da medianın bir hissəsi deməkdir. Və dostlar, deməli SK xəttini biraz da uzatsaq, bu zaman medianı tam şəkildə təsvir eləmiş oluruq və eyni zamanda AKB düzbucaqlı üçbucağında medianını almış oluruq. İndi dostlar, biz bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median qarşı tərəfi 2 bərabər hissəyə bölür və özü də bu hissələrin uzunluğuna bərabər olur. Yəni bu o deməkdir ki, AB-miz 10-dursa, bu 2 bərabər hissəyə bölünəcək, yəni 5-5 və median da deməli K nöqtəsindən çəkilən median da deməli 5-ə bərabər olacaq. Onda dostlar, baxın bu medianı bir dənə də bura R yazaq. KR-miz deməli 5-ə bərabərdir və SR də bizdə median olduğu üçün 2-nin 1-ə nisbətlə bölünür. Yəni SK-mız deməli KR-dən 2 dəfə böyükdür. Onda SK da bərabərdir 5-in 2 qatı, bu da olacaq 10 qədər. Bizdən SK parçasının uzunluğunu istəyirdi, bu da bərabərdir 10 tapdıq. Növbəti keçirik dostlar 24-cü suala. 24-cü sualda deyir ki, ABC üçbucağının ayın və B-in medianları perpendikulyar olub, K nöqtəsində kəsişir. Deməli, SK-mız 10-a bərabərdir. B-enimiz deməli 9-dur. Ayın medianın uzunluğunu tapın. İndi dostlar, gəlin belə eləyək. Baxın, biz bilirik ki, medianlar üçü də bir nöqtədə kəsişir. Əgər SK düz xətti medianların kəsişmə nöqtəsinə S təpəsindən çəkilibsə, biz bunu biraz da uzatsaq, deməli, S təpəsindən AB-yə çəkilmiş median almış olarıq. Bura bir dənə də götürüb F nöqtəsi yazıram. Deməli, bu da bizim CF medianımız. Dostlar, biz bilirik ki, medianlar kəsişəndə 2-nin 1-ə nisbətlə bölünür. Onda SK-mız 10-dursa, KF bunun yarısı qədərdir. Yəni 2-nin 1-ə nisbəti olsun. Onda KF onun yarısı 5-ə bərabər olacaq. Bundan sonra dostlar, digər tərəfdən biz bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median deməli hipotenuzun bölündüyü hissələrə bərabərdir. Deməli dostlar, baxın düzbucaqlı üçbucaqdır. Düzbucaq təpəsindən median çəkmişiksə, böldüyü hissələri bərabər etməklə yanaşı özü də bu hissələrə bərabər olur. Yəni BF-imiz də 5-dir, FA-mız da deməli 5-ə bərabərdir. Buradan alırıq ki, deməli AB-miz bərabər olacaq 10-a. Bundan əlavə bizə şərtdə deyir ki, B-imiz bərabərdir 9,
Biz də bilirik ki, medianlar kəsişəndə 2-nin 1-ə nisbətdə bölünür. Yəni BK-mız 2x-dir, deməli KN-imiz də x qədərdir. Onda B-nin uzunluğu 3x-ə bərabər olur. 3x-im 9-dursa, x-im də 3-dür. Dostlar, x-imiz 3-dür. Aha. Onda 2x-imiz də 3-ün 2 qatı 6 qədərdir. Aha. İndi üçbucaq deməli BKA-ya baxsaq, baxın düzbucaqlı üçbucaq BKA-ya baxsaq, düzbucaqlı üçbucaqda katetlərin kvadratı cəmi hipotenuzun kvadratına bərabər olur. Onda BK-nın kvadratı üstə gəlsin AK-nın kvadratı bərabərdir AB-nin kvadratına. BK-mız 6-dır, kvadratı 36 edir. Üstə gəl AK-nın kvadratı bərabərdir. AB də 10-dur, kvadratı 100 edir. Buradan AK-nın kvadratı bərabərdir 64. AK da olacaq 8. Dostlar, AK 8-dir. AM də median idi. Median deməli kəsişəndə 2-nin 1-ə nisbətdə bölünürdü. Onda AK 8-dirsə, MK onun yarısı qədərdir. Onda MK da 4-dür. Məndən AM medianın uzunluğunu istəyir. AM da AK ilə deməli MK-nın cəmi qədərdir. Bu da 8 ilə 4-ün cəmi bərabərdir 12-yə. Deməli, cavabımız 12 olmalıdır. Növbəti keçirik dostlar 25-ci suala. 25-ci sualda deyir ki, üçbucağın ABC tərəfləri üçün deməli modulda A üstə gəl B çıxılsın 17, üstə gəlinsin B plus C minus 25 və üstə gəlinsin A plus C çıxılsın 18 bərabərdir 0-a. Deyir ki, bu şərt ödənilir. Bu üçbucağın böyük hündürlüyünü tapın. İndi dostlar, gəlin belə eləyək. 3 dənə modulun cəmi 0-a bərabər yazıb. Dostlar, moduldan bilirik ki, ya qiymət 0 çıxmalıdır, ya da müsbət çıxmalıdır. Deməli, modulların cəminin 0 olması üçün yeganə hal var ki, hər biri 0-a bərabər olsun. Onda deyirik ki, A üstə gəlsin B çıxılsın 17 bərabərdir 0-a, B üstə gəlsin C çıxılsın 25 bərabərdir 0-a və A üstə gəlsin çıxılsın 18 bərabərdir 0-a. Buradan ədədləri sağ tərəfə keçirsək, AB cəmi 17-yə bərabərdir, BC cəmimiz bərabərdir 25-ə və AC cəmimiz bərabərdir 18-ə. Buradan da dostlar, tərəf-tərəfə 2 dənə ifadəni toplasaq, istənilən ikisini fərq eləmir, toplasaq, bu zaman deməli A üstə gəl C üstə gəlsin 2B-miz bərabərdir 17-25-in cəmi olacaq 42, AC cəmimiz hazır 18-dir, 42-dən 18-in çıxanda nəticədə 24 qalır. Bu zaman deməli 2B-miz 24-dürsə, B də bərabərdir 12-yə. B-nin qiymətini almış oluruq. Və dostlar, bunlardan birini tapdıqsa, digərlərində tapmaq rahatdır. B 12-dirsə, 12 ilə nəyi toplasam 17 olar, 5-i toplasam A 5-dir və B 12-dirsə, 12 ilə nəyi toplasam 25 olur, 12 ilə 13-ü toplasaq. Dostlar, deməli, fiqurun tərəfləri 12, deməli 5 və 13-dür. Və xatırlayırsınızsa 12, 5 və 13 bizdə Pifaqor ədədləridir. Pifaqor ədədləri ona deyirik ki, düzbucaqlı üçbucağın deməli tərəfləri tam şəkildə tərəflərini yaradır. Yəni, katetlərdən biri 5, digəri 12, birinə də 13 qiymət yazırıq. Dostlar, bizdən deməli hündürlükləri istəyirsə, biz bilirik ki, düzbucaqlı üçbucaqda hündürlüklərdən ikisi ilə katetlərdən üst-üstə düşür. Yəni, hündürlüyün biri bərabərdir 5-ə. Hündürlüyün digəri bərabərdir 12-yə, katetlərlə eyni qiymət alır və üçüncü hündürlüyü axtarsaq, üçüncü hündürlüyün tapılma qaydası belədir ki, H-ın hipotenuza hasili bərabərdir katetlərin hasilinə. Yəni 13-ün deməli H-a hasili bərabərdir 5-in də 12-yə hasili. Buna H3 yaza bilərik ki, baxın digərlərindən fərqlənsin. Buradan H3-ü tapanda 5 12-nin 60 eləyir, 60-ı bölməliyəm 13-ə. Bu da bərabərdir bizdə 4 tam olacaq 13-də, 4 13-ün 52-dir, qalır 8 qiyməti. 4 tam 13-də 8. İndi dostlar, hündürlüyün biri 5-dir, biri 12-dir, digəri də 4 tam 13-də 8-dir. Məndən böyük hündürlük istəyirsə, bunların içərisindən ən böyüyü 12 qiymətidir. Deməli, 12-ni götürməliyik. Növbəti keçirik dostlar 26-cı suala. Gəlin baxaq. 26-da nə deyir? Deyir ki, ABC üçbucağında AC bərabərdir 16-ya. BC-miz deməli 8-dir. O nöqtəsində kəsişən AD və B medianları perpendikulyardır. AB tərəfinin uzunluğu nəyə bərabərdir? Bunu tapın. Dostlar, gəlin şəkli biraz böyük formada sağ tərəfdə çəkək. Çünki üzərində işləməliyik bunun. Belə bir şəkildən söhbət gedir.
Biraz daha sərgəli çəkə bilərik. Aha, baxın, belə bir şəkildən söhbət gedir. Deməli, ABC üçbucağımız var. BY mediandır. Qarşı tərəfi 2 bərabər hissəyə bölür. Aha, xətt qoya bilərik. Və bir də AD də deməli mediandır. Bu da qarşı tərəfi 2 bərabər hissəyə bölür. Aha. Və dostlar, O nöqtəsi medianların kəsişmə nöqtəsidir və medianlar bir-birinə perpendikulyardır. Perpendikulyardırsa dostlar, mərkəzdə olan bu bucaqların hər birini 90 dərəcə işarə eləyə bilərəm. Şərtə görə AC-miz 16-dır. Onda median bunu 2 bərabər hissəyə bölürsə 8 yaza bilərik. Və BC də 8-dir. Median bunu 2 hissəyə bölübdür. Bunu da 4 şəklində yaza bilərik. Və dostlar, medianların belə bir qaydası var ki, medianlar kəsişdikdə 2-nin 1-ə nisbətlə bölünür. BY median olduğu üçün kəsişəndə 2-nin 1-ə nisbətlə bölünür. 2x şəklində yazıram. Eyni qaydada AD-ni də 2y, deməli y şəklində yazırıq. Bu zaman düzbucaqlı üçbucaqda AOY üçbucağından dostlar yazırıq üçbucaq AOY-dən. Deməli, katetlərin kvadratı cəmi, yəni 2y-in kvadratı ilə x-in kvadrat cəmi bərabərdir 8-in kvadratı 64-də. Gəlin birbaşa yazmayaq, elə 8-in kvadratı yazaq. Sonra üçbucaq dostlar BOD-dən, buradan da yaza bilərik 2x-in mötərizə kvadratı üstə gəlinsin y-in kvadratı bərabərdir 4-ün kvadratına. Və bunları sistem şəklində qeyd edə bilərik. Buradan birazca sadələşmə aparsam, 4y kvadrat üstə gəl x-in kvadratı bərabərdir 64 və 4x-in kvadratı plus y-in kvadratı bərabərdir 16. Və bunları da tərəf-tərəfə toplasaq, nəticədə 5x kvadrat plus 5y-in kvadratı bərabərdir 80. Hər tərəfi də 5-ə bölsəm, x kvadrat üstə gəl y kvadrat bərabərdir 16 alıram. Dostlar, baxın, belə bir ifadə aldıq. İndi məndən AB-nin uzunluğunu istəyir. Bu zaman dostlar, üçbucaq AOB-yə baxıram. AOB üçbucağında AB-ni tapsaq, AB-nin deməli kvadratı bərabərdir AO-nun kvadratı ilə OB-nin kvadratı cəminə. Və dostlar, buradan da yaza bilərik ki, AB-nin kvadratı bərabərdir. AO-muz deməli bizdə nə qədərdir? 2y-dir. Bunun kvadratı 4y kvadrat edir. OB-miz də 2x-dir. Bunun da kvadratı 4x kvadrat edir. Toplayanda 4-ü kənara çıxarsam, x kvadrat plus y kvadrat. Bu da 4 vurulsun. X kvadrat plus y kvadratını 16 tapmışdıq. Bu da bərabərdir 64-də. Dostlar, AB-nin kvadratı 64-də bərabərdirsə, deməli, AB-nin özü bərabər olacaq 64-dən kök alsam 8. Deməli, cavabımız 8 olmalıdır. Növbəti keçirik 27-ci suala. Dostlar, 27 də deyəsən oxşar sualdır. Deyir, ABC üçbucağında AB-miz deməli 2 kök altda 5, BC-miz 6-dır və O nöqtəsində kəsişən AD və B medianları perpendikulyardır. AC tərəfinin uzunluğunu tapın deyir. Dostlar, oxşar qaydada yenə sualı həll eləyəcəyik. Baxın, şəkli böyük formada sağ tərəfdə qeyd edirəm. Deməli, ABC üçbucağımız var bizim. Aha, şərtə görə BY medianı çəkilibdir. Baxın, BY medianı və bir də deməli AD medianımız var. AD medianı. Və dostlar, medianlar deməli 90 dərəcə bucaq altında kəsişir və kəsişmə nöqtəsini O hərfi ilə adlandırmışıq. İndi bizə deyir ki, AB-miz 2 kök altında 5-dir. Aha, BC-miz 6-dır. BC 6-dırsa dostlar, 2 bərabər hissəyə bölünür, 3 şəklində yazırıq. İndi medianlar kəsişəndə 2-nin 1-ə nisbətlə bölünür. Bu qaydadan istifadə eləsəm, BY-ni 2-nin 1-ə nisbətlə bölsəm, 2x şəklində yaza bilərik. Eyni qaydada AD-ni də 2-nin 1-ə nisbətlə bölsəm, 2y şəklində yaza bilərik. Bu zaman üçbucaq AOB-dən axtarsaq, deməli, katetlərin kvadratı cəmi, yəni 2y-in mötərizə kvadratla 2x-in mötərizə kvadratı bərabərdir 2 kök altda 5-in kvadratına. Buradan alıram ki, 4y-in kvadratı üstə gəlinsin 4x-in kvadratı bərabərdir 2-nin kvadratı 4, 5-ə də vuranda 20-yə. Hər tərəfi 4-ə bölsəm, x kvadrat plus y kvadrat bərabərdir 5 alacam. Dostlar, baxın, belə bir ifadə aldıq. İndi digər tərəfdən, dostlar, üçbucaq BOD-yə baxsaq, BOD üçbucağına baxsaq, bu zaman üçbucaq BOD-dən də katetlərin kvadratı cəmi bərabərdir hipotenuzun kvadratına. Bu zaman BO-muz 2x-dir. 2x-in mötərizə kvadratı,
OD'miz y-dir. Y-in kvadratı bərabərdir 3-ün kvadratına. Buradan da 4x-in kvadratı plus y-in kvadratı bərabərdir 9 alıram. Və bu bizim ikinci aldığımız ifadədir. Və üçbucaq deməli AOY-yə baxsaq, AOY üçbucağına baxsaq, buradan da deməli katetlərin kvadratı cəmi bizə AY-nin kvadratını verəcək. Yəni 2y-in kvadratı ilə x-in kvadratı cəmi bərabərdir AY-nin kvadratına. 4y-in kvadratı üstə gəl x-in kvadratı bərabərdir AY-nin kvadratı alırıq. İndi dostlar, deməli yuxarıdakı ifadədən baxsaq, baxın belə bir iki dənə ifadəmiz var. Bunları götürüb deməli bir tərəfdə qeyd edirəm, aşağıda yazırıq. Gəlin baxaq. Deməli, bizim şərtə görə 4x-in kvadratı üstə gəl y-in kvadratı bərabər idi 9-a və x-in kvadratından y-in kvadrat cəmi bərabər idi 5-ə. Bunları sistem şəklində yazsam, tərəf-tərəfə çıxanda y kvadratlar gedir. 3x-in kvadratı bərabərdir 9-dan 5-in çıxanda 4 qalır. X kvadratın bərabərdir 3-də 4-ə. Dostlar, x kvadratım 3-də 4-dür. Y kvadratını da axtarsam, deməli, y kvadratı da bərabərdir. 5-dən çıxıram x kvadratını, yəni 3-də 4-dür. Bu da bərabərdir bizdə. Ortaq məxrəci gətirsək, 3-də 15-dən çıxıram 4-ünü. Bu da 3-də olacaq 11. İndi AY-nin kvadratını da gətirib yerinə yazsaq, AY-nin kvadratı bərabərdir 4 vurulsun y-in kvadratı, yəni 4 vurulsun 3-də 11. Üstə gəlsin x-in kvadratı 3-də 4. Bu da bərabərdir 3-də. 4-ü 11-ə vuranda 44. 4-də gələndə alıram 48. 48 də 3-ə böləndə 16 olacaq. AY-nin kvadratı 16-dırsa, AY də deməli 4-ə bərabərdir. Dostlar, AY 4-dür. Biz bilirik ki, BY medianı AC-ni 2 bərabər hissəyə bölüb. AY 4-dürsə, deməli YC də 4-dür. Onda AC-nin uzunluğunu alırıq 2 dənə 4, yəni 8. Keçirik növbəti 28-ci suala. Dostlar, 28-ci sualda deyir ki, tərəfləri 12, 15 və 18 olan üçbucaq verilmişdir. Kiçik tərəflərə toxunan və mərkəzi böyük tərəfin üzərində olan çevrənin mərkəzinin bu tərəfdən ayırdığı böyük parçanın uzunluğunu tapın. Dostlar, gəlin sualın həllinə başlayaq. Deməli, baxın, bizə deyir ki, AB-miz 12 qeyd elədik. BC-miz deməli, baxın, mən bu ölçüləri təxmini qeyd edirəm burada. Çünki kiçik tərəfə 12 yazıram, nisbətən böyük tərəfə 15 yazıram. Aha. Deyir ki, kiçik tərəflərə toxunan və mərkəzi böyük tərəfin üzərində olan, deməli, AC-yə də biz 18-i saxlamalıyıq. Aha. Deyir ki, mərkəzi böyük tərəfin üzərində olan çevrənin mərkəzinin bu tərəfdən ayırdığı böyük parçanın uzunluğunu tapın. Yəni, AC-nin üzərində AO ilə OC kimi 2 hissə ayırmışıq. Bu hissələrdən deyir, böyük olan uzunluğunu tapın. Dostlar, baxanda ilk növbədə hansının böyük olduğunu təbii ki, deyə bilmirik. Buna görə bunlardan birini x desəm, digəri olacaq bizdə 18 çıxılsın x qədər. Yəni, AC ümumilikdə deməli 18-dir. Və dostlar, belə bir qayda vardı ki, gəlin qeyd edək. Deməli, bu çevrədir. Çevrə xaricində götürülmüş nöqtədən çevrəyə biz 2 dənə toxunan çəkdikdə, bu zaman toxunanın uzunluqları bir-birinə bərabər olurdu. Baxın, B nöqtəsi üzərindən götürürəm bunu və deməli, əgər xaricdə götürdüyümüz nöqtədən çevrənin mərkəzini birləşdirsək, bu zaman deməli, bizim bucaq B-miz 2 bərabər bucağa bölünəcək. Yəni, bu o deməkdir ki, BO düz xətti bizdə tənbölən rolunu oynayacaq. Yəni, çevrə xaricində götürülmüş nöqtədən çevrəyə 2 toxunan çəkdikdə və bu toxunanın, daha doğrusu, bu toxunanın təpə nöqtəsindən, toxunanların təpə nöqtəsindən çevrənin mərkəzini birləşdirdikdə alınan düz xətt, baxın, bu xarici götürülmüş təpə nöqtəsinin, baxın, bucağın deməli tənbölərin rolunu oynayır. Deməli, B bucağımızı 2 bərabər hissəyə bölür. Onda dostlar, buradan alırıq ki, BO düz xəttimiz deməli bizim tənböləndir. Və tənbölən xüsusiyyətindən istifadə eləsəm, tənbölən xüsusiyyəti belədir ki, yan tərəflərin oturacaqlardan ayırdığı hissələri olan nisbətlər bərabər idi. Yəni, 12-nin x-a nisbəti bərabərdir 15-in də 18 çıxılsın x-a nisbəti. Bu zaman çarpaz vurub hesablasaq, 15x-imiz bərabərdir 12 vurulsun 18 və çıxılsın 12x-imiz.
Mənfi 12x sola keçir, müsbət olur 27x və 12-ni 18-ə vuranda deməli, gəlin kənarda hesablayaq. 18 vurulsun 12, 36, bir də 18. Toplayanda alırıq 216 qiyməti. Deməli, bu hasilimiz də 216-ya bərabərdir. Buradan da tapırıq ki, x-imiz bərabərdir. 216-nı 27-yə böldükdə düşür 8 dəfə. Aha, deməli x-i 8 tapdıq. Onda aldıq ki, AO-nun uzunluğu bərabərdir 8-ə. OS də bərabərdir 18 çıxılsın x, yəni 18 çıxılsın 8, bu da 10. Bizdən böyük hissənin uzunluğunu istəyir, bu da olacaq 10. Deməli, cavabımız 10 olmalıdır. Növbəti keçirik dostlar 29-cu suala. Gəlin baxaq. 29-cu sualda deyir ki, ABC düzbucaqlı üçbucağında, birinci silək buranı, aha, ABC düzbucaqlı üçbucağında AB perpendikulyardır BC-yə, aha, və BN perpendikulyardır AM-ə, MB bərabərdir SM, AF bərabərdir FK, SM bərabərdir 2AY, o da bərabərdir 2YN və BK-mız bərabərdir 12 olarsa, YP-nin uzunluğunu tapın deyir. Dostlar, gəlin şəkli böyük formada sol tərəfdə çəkək. Çünki bizim işimizin əsası şəklin üzərində olacaq. Deməli, baxın, bu bizim ABC üçbucağımız. B bucağı 90 dərəcədir və B-in düz xətti çəkirik. Bu bizim BN-imiz. Bir dənə də AM düz xətti çəkirik. AM. Sonra burada deməli bu düz xəttlərin kəsişmə nöqtəsini K ilə işarə edib. K təpəsindən bir dənə götürür belə bir səlqəli çəkək. Belə bir K-yə düz xətti çəkir. Aha. Və N düz xəttindən, daha doğrusu N təpəsindən götürüb bir dənə deməli NF düz xətti çəkir və bunların da kəsişməsini P hərfi ilə işarə edir. Aha. İndi dostlar, bizim şərtimiz nədir? Deyir ki, AB perpendikulyardır BC-yə. Yəni ABC üçbucağı düzbucaqlı üçbucaqdır. BN də perpendikulyardır AM-ə. BN-imiz AM-ə perpendikulyardırsa, deməli bu bucaqların hər biri bizdə 90 dərəcədir. Aha. Və bizə deyir ki, MB bərabərdir CM-ə. MB-miz CM-ə bərabərdirsə, onda AM mediandır. Dostlar, AM mediandır və bu tərəflərimiz bir-birinə bərabərdir BM MC-yə. AF də FK-ya bərabərdir. AF də deməli FK-ya. Buradan alırıq ki, FN də deməli mediandır. Deməli, qeyd edə bilərik ki, AM, FN, deməli bunlar nədir? FN, baxın, bunlar mediandır. Median, qeyd edə bilərik bunu. Sonra bizə deyir ki, CM bərabərdir 2AY-yə, o da bərabərdir 2Y-nə. Baxın, 2AY 2Y-nə bərabərdirsə, bu o demək ki, AY Y-nə bərabərdir. Yəni, bunlara XX deyə bilərik. Və C-in də bunların 2 qatına bərabərdir. AY Y-nə bərabərdir. Elə 2 qatı 2X qədərdir bunların. C-in də bunların 2 qatı qədərdir, yəni 2X-dir. Aha. Onda dostlar, buradan alırıq ki, AY-in də 2X, NC də 2X-dir, yəni B-in də mediandır. Onda dostlar, deməli B-ni də median aldıq, AM-i də, NF-i də median aldıq burada. Deyir ki, BK-mız 12-dir. Dostlar, BK 12-dir. Gətirib, deməli, 12 qiymətini yazıram, üzrü sayın 12. Və bizə deməli, B-in mediandırsa, bizim aldığımıza görə B-in mediandırsa, medianlar kəsişəndə 2-nin 1-ə nisbətlə bölünür. Baxın, AM də, B-in də mediandır. Medianlar kəsişəndə 2-nin 1-ə nisbətlə bölünür. Onda BK-mız K-dən 2 dəfə böyükdür. Yəni, BK 12-dirsə, K-in olacaq 6. Gətirib K-ına 6 qiymətini yazırıq. Bundan sonra bizim belə bir qaydamız vardı ki, düzbucaq təpəsindən çəkilən median, deməli, qarşı tərəfi hiptonuzu 2 hissəyə bölür, 2 bərabər hissəyə bölür, özü də bu hissələrin uzunluğuna bərabər olur. Yəni, düzbucaq təpəsindən B-in medianı çəkmişik, B-nin uzunluğu 12 ilə 6-nın cəmi. B-in bərabərdir 18-ə və düzbucaq təpəsindən çəkilən median olduğu üçün qarşı tərəfin böldüyü hissələrə bərabərdir. Yəni, B-nimiz 18-dirsə, bu o deməkdir ki, AY-in də 18-dir, NC də 18-dir. İndi dostlar, AY-in 18-dirsə, bu zaman AY də, Y-in də deməli olacaq 9, yəni bunun yarısı qədər olacaq. Bu zaman X-i 9 tapmış oluruq. Bundan sonra bizdən nə istəyirdi? YP-ni istəyirdi. İndi dostlar, AK-in üçbucağına da baxsaz,
AK'ın üçbucağı da düzbucaqlı üçbucaqdır. Çünki şərtə görə B-in medianı ilə A-ın medianı deməli bir-birinə perpendikulyar idi. Yəni deməli AK'ın bucağımız 90 dərəcədir. Bayaq dediyimiz kimi düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median deməli qarşı tərəfin bölündüyü hissələrə bərabərdir. Yəni qarşı tərəfi 9 bölübsə, özü də deməli 9-dur. Yəni buradan alırıq ki, deməli KY-miz bərabər olacaq 9-a. Baxın, bizdən YP-nin uzunluğunu istəyir. Biz bilirik ki, median deməli, medianlar kəsişəndə 2-nin 1-ə nisbətlə bölünür. Baxın, burada FN də mediandır, KY də mediandır. Bunlar kəsişirsə 2-nin 1-ə nisbətlə bölünməlidir və təpədən deməli kəsişmə nöqtəsinə qədər məsafə deməli həmin nöqtədən tərəfə qədər məsafədən 2 dəfə böyükdür. Yəni KP YP-dən 2 dəfə böyükdür. Əgər YP-yə Y desəm, KP-miz olacaq bizim 2Y. Onda Y ilə 2Y-in cəmi 3Y eləyir. Bu da bərabərdir 9-a, Y-im də bərabərdir 3 alıram. YP-miz bərabərdir Y-ə, o da bərabərdir 3-ə. Deməli, cavabımız 3 olacaq. Növbəti keçirik dostlar 30-cu suala. Gəlin baxaq. 30-cu sualda nə deyir? 30-da deyir ki, ABC üçbucağında BD perpendikulyardır AY-yə. AF-imiz FY-yə bərabərdir. Gəlin qeyd edək. AF bərabərdir FY-yə. YC bərabərdir CD-yə. Aha, və bu da bərabərdir 6-ya. Bizə deyir ki, AD bərabərdir 2. AB-nin uzunluğu nəyə bərabərdir? Bunu tapın. Dostlar, gəlin bu sualın həllinə başlayaq. Deməli, şərtə görə, baxın, deməli, BD düz xətti, baxın, AY-ni 2 bərabər C-yə bölür. AY-ni 2 bərabər C-yə bölürsə, deməli, BD-nin BF hissəsi AY üçün median sayılır. BF deməli, AB üçbucağında B təpəsindən çəkilən mediandır. Gəlin qeyd edək, deməli, BF-imiz nədir burada? Mediandır. Dostlar, BF mediandır. Eyni zamanda biz görürük ki, BF AY-yə perpendikulyardır. BF AY-yə perpendikulyardırsa, eyni zamanda həm də hündürlükdür. Onda dostlar, median eyni zamanda hündürlük olursa, bu o demək ki, söhbət bərabər yanlı üçbucaqdan gedir. Yəni, AB ilə BY-miz bir-birinə bərabərdir. Götürüb hər ikisinə X qiyməti yaza bilərik. Bundan əlavə, bərabər yanlı üçbucaqda median eyni zamanda hündürlükdürsə, həm də tənböləndir. Yəni, bucaq B-ni 2 bərabər C-yə bölüb alfa-alfa. Və dostlar, tənbölən belə bir xüsusiyyəti var idi ki, yan tərəflərin tənbölənin oturacaqdan ayırdığı hissələri olan nisbətləri bərabər idi. Yəni, bu o deməkdir ki, AB-nin AD-yə nisbəti bərabərdir, deməli, BC-nin də, deməli, DC-yə olan nisbətinə. Onda dostlar, AB-miz X-dır, X-in 2-yə nisbəti, BC-miz də bizdə X plus 6-dır, bunun da DC-yə olan nisbəti, 6-ya olan nisbəti. Buradan çarpaz vurub hesablasaq, 6X-in bərabərdir 2X üstə gəl 12-yə, buradan 4X-imiz bərabərdir 12, X də bərabərdir 3 alırıq. X 3-dür. Bizdən AB-nin uzunluğunu istəyirdi. AB X-a, o da 3-ə bərabərdir. Deməli, cavabımız 3 olmalıdır. Növbəti keçirik dostlar. Nəhayət sonuncu sualımız. Baxın, 31-ci sualımız. 31-də deyir ki, ABC üçbucağında M medianların kəsişmə nöqtəsidir. DY paraleldir AC-yə. KM-imiz deməli, KM bizdə 6-dır. Və BF-in uzunluğu nəyə bərabərdir? Bizdən bunu istəyir. Dostlar, gəlin belə eləyək. Biz bilirik ki, baxın, M nöqtəsi medianların kəsişmə nöqtəsidir. Medianların kəsişmə nöqtəsidirsə, deməli, baxın, burada BF də mediandır, CD də mediandır. CD mediandırsa, deməli, AB-ni 2 bərabər C-yə bölüb, baxın, 2 bərabər C-yə bölüb və dostlar, AB-ni 2 bərabər C-yə bölüb, deməli, DY düz xəttini çəkdikdə AB 2 bərabər C-yə bölünür və DY AC-yə paraleldir. Deməli, oturacağa paralel çəkilən düz xətt yan tərəfi 2 bərabər C-yə bölürsə, deməli, DY orta xəttdir. DY orta xətti, deməli, AC-nin yarısı qədərdir. Və dostlar, orta xəttdə medianı da 2 bərabər C-yə bölür. Yəni, gətirib mən bura, baxın, X qiyməti yazsam, onda KF hissəsi bərabərdir bizdə BK-ya. Orta xətt yan tərəflərdə eyni zamanda medianı da 2 bərabər C-yə bölür. Onda bu o demək ki, BF medianını 2 bərabər C-yə bölür, BK bərabərdir bizdə KF-ə. Buradan da KF-imiz alırıq ki, MF-ə X desək, KF bərabərdir 6 ilə X-in cəminə,
onda BK-mız da olacaq 6 ilə deməli x-in cəmi. Bundan əlavə dostlar, biz bilirik ki, medianlar kəsişəndə 2-nin 1-ə nisbətlə bölünür. Baxın, M nöqtəsi medianların kəsişmə nöqtəsidirsə, deməli BM-in MF-ə nisbəti bərabərdir bizdə 2-nin 1-ə nisbəti. Dostlar, biz bilirik ki, BM-imiz deməli B-dən M-ə qədər məsafə 6 plus x plus 6-dır. MF məsafəsi də bizdə x qədərdir. Bu da bərabərdir 2-nin deməli 1-ə nisbəti, 2-nin 1-ə. Bunu mən kəsr şəklində də yaza bilərəm. 6 plus x plus 6-nı 12 üstəgəl x yazırıq. Bunun x-a nisbəti bərabərdir 2-nin 1-ə nisbəti. Çarpaz vursaq 2x-imiz bərabərdir 12 üstəgəl x-a. Buradan x-im də bərabərdir 12-yə. Dostlar, x-i deməli 12 tapdıq. Bizdən BF məsafəsini istəyir. BF də bərabərdir. Deməli 2 dənə 6, 2 dənə x qədər. Baxın, toplayanda opşu bu məsafə. Deməli 2 vurulsun 6 üstəgəl x yazıram. Bu da bərabərdir 2 vurulsun 6 üstəgəl 12. 6 ilə 12-nin cəmi 18 edir. 2-yə vuranda da 36 alırıq. Dostlar, deməli 31-də də cavabımız olacaq 36 qiyməti. 36. Bununla da deməli bu mövzunun izahını bitirdik. Sağ olun, salamat qalın.